İnşallah bugün Xan Mirzə qardaşımızla səmimi söhbətimiz olacaq. Əgər şənliklərdən məqsəd, əyləncədən məqsəd insanın ruhunun dincəlməsidirsə, insanın mənəvi zövq əldə eləməsidirsə, ruhunun qidalanmasıdırsa, bunu İslam qadağan eləmir. Yəni bir sözlə belə deyək də, Ramazan ayında məqsəd mənəvi quruculuqdur. Bəli, bəli. Allahın rəhməti və bağışlanmağı bu ayda özün necə təzahür eləyir? Ramazan ayında həmçinin insan ki oruç tutur. Bəli. Oruç tutmağın bir faydası da budur ki, insanın nəfsani istəkləri azalır. Sualım budur. İbn Mülcəmin bu bədbəxtçiliyi nədə idi? Məsələn, bugün dövrümüzün ən bədbəxt insanları var. Məsələn, deyirik ki, zalimlar var və onların üstündə duran daha böyük zalimlar var. Ən bədbəxt o adamdır ki, onun elədiyi əməl ən pis əməldir. Şeytan ayağı zəncirlənibsə, bəs bu şeytanlar kimdir? O Suriyada və yaxud da digər məntəqələrdə əliyalın insanlara hücum edən şeytanlaşmış insanlardır. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz izləyicilər, Sərlis Söz layihəsinin növbəti buraxılışında xoş gördük sizləri. Buraxılışı təqdim edir Ruslan Seyidov. Buraxılışımızın bugünkü qonağı Bakının Biləcəri qəsəbəsindən olan dəyərli ruhanimiz Xan Mirzə qardaşdır, Xan Mirzə Hüseynovdur. İnşallah bugün Xan Mirzə qardaşımızla səmimi söhbətimiz olacaq. Ramazan ayı olduğu üçün verilişimizin əsas sualları Ramazanla bağlıdır. Xoş gördük Xan Mirzəni. Bismillahirrahmanirrahim və bihi nəstə'in və huvə xayrun nasirin və mu'in. Hər şeydən öncə mən də sizi salamlayıram. O cümlədən bizi izləyən əziz və dəyərli izləyiciləri salamlayıram. Bu mübarək Ramazan ayında həm izləyicilərin, həm sizin, həm bizim Allahdan arzu edirəm tutduğumuz oruclarımızı Allah Teala qəbul eləsin. Amin inşallah. Həmçinin arzu edirəm ki, Allah Teala sizin bu verilişinizə bərəkət versin. Verilişiniz daim insanların xidmətində Allahın marifini yaymaqda davam eləsin inşallah. Çox şad olduq bizdən, siz dəvətimizi qəbul elədiniz. Xan Mirzə müəllim, yavaş-yavaş keçid eləyəcəyik suallarımıza. Lakin sualımıza keçməmişdən öncə həmişə ənənəvi sualımız var. İftar az qalıb. Özünüzü necə hiss eləyirsiniz? Normal hiss edirik. Demək olar hər şey qaydasındadır, yaxşıdır. Allahın lütfü inayəti ilə qaydasındadır. Şükür Allah'a. Biz Ramazanla bağlı keçən dəfə qonağımız bildiyiniz kimi Adil Əhmədov idi. Ona bəzi suallar ünvanlandırdıq. İndi suallarımızın bir qismi də sizinlə müzakirə eləyəcəyik. Əlbəttə bu suallar, burada sualları ünvanlandıranda mən özüm də müdaxilələr eləyirəm. Çünki bu podkastın qaydası budur. Evet. Biz əslində müzakirə eləyirik. İzləyicilərimiz də inşallah bizim müzakirələrimiz izləyicilərimizə də inşallah faydalı olar. Ramazanda təşkil olunan iftar süfrələri ilə bağlı olacaq. İftar şənlikləri ilə bağlı olacaq ilk sualım. Təəssüflər olsun son illərdə adət olub, bu da xüsusən Türkiyədən bizə keçib. Türkiyədə bir çox müsbət ənənələr var, xüsusən də Ramazanla bağlı. Məsələn, orada bələdiyyələr, müxtəlif dövlət qurumları görürsən, iftar məclisləri təşkil edirlər, xeyriyyə aksiyaları təşkil olunur. Təəssüflər olsun bu müsbət xüsusiyyətlər bir çox hallarda bizə sirayət eləmir. Lakin qeyd eləyəcəyim mənfi xüsusiyyət Türkiyədə təşkil olunan iftar şənlikləri ilə bağlıdır. Biz görürük ki, Türkiyədə kanallarda baxırıq, müəyyən iftar məclisləri təşkil olunur, oruc olanlara iftar süfrələri açılır. Ardıca elə ki, iftar süfrəsi açıldı, insanlar oruclarını açdılar. Və hansısa bir müğənnini, çılpaq müğənnini dəvət edirlər, mahnılar ifa eləyir, cəmaət əl çalır, oynayan, hicablı, hicabsız. Çox qəribə bir halla qarşılaşırıq. Və son illərdə də biz görürük Azərbaycanda da sanki bu
adət-ənənəyə Bəli. çevrilməyə başlayır, müəyyən vüsət alır. Məsələn, bizdə də bir başqa formada verilişdir, müəyyən bir verilişdir, verilişə yaxın az bir müddətdə iftara az bir müddət qalmış. Görürsən bir ilahiyyatçı da dəvət eləyirlər, dindən, dualardan, müxtəlif şeylərdən danışır. Ardıca ruhani belə bir açılış eləyir, dalıyca müğənnilər gəlirlər, mahnı ifa eləyirlər, müxtəlif sanki Ramazan tədbirlərin bu formada cəmaata təqdim eləmək istəyirlər. Bu hal necə bir şeydir? Yəni İslam dini bunu həqiqətən qəbul eləyir. İslam dininin Ramazandan təqdim eləmək istədiyi, vermək istədiyi mesaj budur. Bayramdır Ramazan deyəndə, yəni belə, bu şəkildə. Maraqlı bir suala toxunursunuz. Bu sualın cavabında gərək bir neçə məsələni biz öncədən müzakirə edək. Birincisi budur ki, görəsən şənliklərə İslam dini necə baxır? Aha, Yəni bəli. İslam dini nöqteyi nəzərindən görəsən şənliklər, əyləncə, bu kimi məsələlərin icazəsi var, yoxdur. Əgər şənliklərdən məqsəd, əyləncədən məqsəd insanın ruhunun dincəlməsidirsə, insanın mənəvi zövq əldə eləməsidirsə, ruhunun qidalanmasıdırsa, bunu İslam qadağan eləmir. Əksinə, İslami mətnlərdə buna təşviqlər var. Əli əleyhissalamdan buyurulan hədislərin birində belə nəql olunur ki, lil mu'mini thalasu saat. Möminin 3 dənə saatı var. Yəni möminin 3 dənə zamanı var. Fəsaatun yunaci fiha rabbə. O zamanlardan birini öz Rəbbi ilə münacata ayırır mömin. Və saatun yarumu məaşə. O zamanlardan, o saatlardan birini mömin öz məişətinin təmininə ayırır. Və saatun yuxalli beynə nəfsihi və beynə ləzzətiha fīmə yəhillu və yəcməl. O zamanlardan üçüncüsü isə özü ilə halal və gözəl şeylər arasında ləzzət aparmaq üçün ayırdığı zaman. Yəni Əli əleyhissalam bizə bir dənə proqram verir. Bir dənə yaşayış düsturu verir ki, insan öz zamanını 3 hissəyə bölə bilər ki, onun bir hissəsini Rəbbi ilə münacata, digər bir hissəsini öz məişətinin təmininə, növbəti bir hissəsini isə dinin, şəriətin icazə verdiyi halal ləzzətlərin əldə olunmasına. Yəni İslami mətnlər bizə şənliyi, o ləzzət aparmağı, istirahəti qadağan eləmir. Sadəcə olaraq dinimiz gəlir bu şənliyi, bu ləzzəti, bu istirahəti çərçivəyə salır. Onu da deyək ki, fəqət çərçivəyə salan dinimiz deyil. Məsələn, həmin sizin qeyd etdiyiniz şənlik məclislərinin özünü götürdükdə, məsələn, o məclisin təşkilatçıları bir məkanla danışsalar ki, burada biz məclis təşkil etmək istəyirik, həmin məkanın sahibi onlara öz qanunlarını tətbiq edəcək. Deyəcək ki, biz bu şərtlər daxilində sizə icazə veririk ki, bu məclisləri keçirdəsiniz. Yəni şərtlər qoymaq fəqət dinin işi deyil. Bəli. Hamı şərt qoyur. Hamı öz qanununu tətbiq eləyir. Dinimiz də gəlir qanun çərçivəsində bu işə icazə verir. Aha. Məsələn, o şənlik məclisləri ki, əgər günaha səbəb olursa, əgər fəsada səbəb olursa və yaxud da insan kəramətinə zidd olan əməllərə gətirib çıxardırsa, bütün bunlar dini nöqteyi nəzərindən qadağandır. Yəni əsl həqiqətdə bunların heç biri şənlik hesab olunmamalıdır. Bəli. Əyləncə hesab olunmamalıdır. Xüsusən də Ramazan ayında Allah Taala bəndələrdən oruç tutmağı istəyib. Oruç tutmaq Ramazan ayında vacib edilib. Niyə? Bunun bir hədəfi var. Ayə buyurur ki, "Ləalləkum təttəqun." Bəlkə təqvalı olasınız. Yəni Ramazan ayının orucunun ən yaxın hədəfi budur ki, insanı təqvalı eləyə bilər bu oruc. Yeri gəlmişkən onu da deyək ki, Ramazan ayı insana proqramlı yaşamağı öyrədir. Ramazan ayı insana proqramlı şəkildə hədəfə doğru addımlamağı öyrədir. İnsan müəyyən zamanda yeməlidir, müəyyən zamanda yeməməlidir, müəyyən zaman kəsiyində müəyyən işlərdən çəkinməlidir. Bir növ işlərini vaxtla tənzimləməyi öyrənir. Bəli. Yəni hədəfli şəkildə yaşamağı öyrənir. Ramazan ayının bizə öyrətdiyi dərslərdəndir. Deməyim odur ki, biz oruç tutarkən bir hədəfə doğru addımlayırıq. Ən yaxın hədəf təqvalı olmağımızdır. Ən son hədəf Allaha yaxınlaşmağımızdır. Düz Allahda fəna olmaq və s. ki, Allah ruzi eləsin bizə də. Belə bir insan saatlarla oruç tutur, mənəvi təkamül əldə eləyir. Nəhayətdə gəlir bir dənə iftar
şənliyi məclisində fəsadla Hı qarşılaşır, hı. günahla qarşılaşır. Bütün əldə elədiklərini əldən verir. Aydın. Bu nəyə bənzəyir? Bir dənə bənnaya bənzəyir ki, öz binasını tikməyə başlayır saatlarla. Tikib qurtarandan sonra onu yenidən sökür və bu işi günlərlə təkrar edir. Buna deyirlər ki, bu ağılsız işdir. Bəli, bəli. Yəni ağlın tələbi budur ki, Tabii. insan öz elədiyi əməlinin qədrini bilsin. Orucu ki tutmuşuq, mənəvi Bəli. yüksəliş əldə eləmişik, onu fəsadla əldən Bəli. verməyək. Allahın biz bir yandan əmrinə itaat edirik. Bəli, Hər gün oruç tuturuq. Belə deyə bir bənna kimi binanın divarlarını hörürük. bəli, Gəlirik iftar süfrəsində, haram bir məclisdə Allahın haram buyurduğu şəkildə bir şənlik keçiririk. bəli, Orada iştirak edirik və bundan da həmin divarlar dağılır. bəli, Yəni bir sözdən belə deyək də, sizin sözünüzdən bunu anladım ki, Ramazan ayında məqsəd mənəvi quruculuqdur. bəli, bəli. Allah insana bir dənə yol göstərir ki, bu şəkildə özünü qur. Biz də Allahın istəmədiyi yolla bu quruculuğu dağıdırıq təzədən. Evet, Yəni bir növ təəssüflər olsun. əziyyətimiz hədərə gedir, boşa gedir. Əlbəttə bu İslam dini belə başa düşmək olar ki, əyləncə ilə dini balanslaşdırır. Yəni əyləncə konkret demir. Filan əyləncə olar, filan əyləncə olmaz. Bunu Bəli, elə, bəli. bunu eləmə. Bu şəkildə eylən. Bunlarla İslam dininin işi yoxdur. Sadəcə gəlir nələri eləmək olmaz. Bəli, Həmin o şeylər əyləncənin içində də olsa, bu əyləncə haram əyləncədir və bu həmin o mənəvi hörgünün aradan getməsi ilə nəticələnir. Çox gözəl buyurdunuz. Həqiqətən dəyərli bir söz idi. Və digər tərəfdən biz elə bu yaxınlarda da musiqi barəsində bir veriliş də inşallah qismət olar. Sırf musiqinin hansı halaldır, haram musiqilər, musiqinin insana müsbət, mənfi təsirləri. Qismət olar bu barədə də bir dəfə danışmaq olar. Həqiqətən də ehtiyaclıdır. Mən axır vaxtlarda müşahidə elədim. Azərbaycanda müəyyən bir mahnı trend olmuşdu. Türkiyədə, Azərbaycanda. İnsanlar heyvan səsi çıxardırdılar. Üzr istəyirəm. Vay, it kimi hürürdülər. Musiqinin xüsusiyyəti birbaşa insan kəramətinə Bəli, zidd olan elədir, əməllər. bəli. İndi təsəvvürlə belə bir musiqi ilə sən iftar şənliyini sonlandırırsan bu şəkildə. Əlbəttə bu iftar, oruc bundan insanın mənəviyyatında bir əsər, əlamət qalmaz. Həm də musiqinin bir növdə qüdrətidir bu. Musiqinin haram musiqinin Bəli, amma bəli. gör nə qədər qüdrətli bir şeydir ki, adi halda insan eləmədiyi bir şeyi musiqinin təsiri altında o insan görür. Bəli, Heyvan səsləri təəssüflər olsun. çıxardır, müxtəlif işlər görür. Və ikinci sualımıza keçək. Ramazan ayı biz bildik ki, rəhmət və bağışlanma ayıdır. Yəni bu bütün xutbələrdə, çıxışlarda, dünyanın hansı nöqtəsində olsun. Əgər gedib iştirak eləsəz, müxtəlif moizələrdə iştirak eləsək, görərik ki, hər kəs bu ayın rəhmət ayı, bağışlanma ayı olmağından danışır. Mənim sualım budur. Allahın rəhməti və bağışlanmağı bu ayda özün necə təzahür eləyir? Ümumiyyətlə Allahın rəhməti artır, azalır. Bu düzgün yanaşmadır. Maraqlı suallardan biridir. Ramazan ayı bildiyimiz kimi rəhmət ayıdır. Ramazan ayı başdan ayağa rəhmətlə doludur. O cümlədən bu ayda Qədir gecəsi kimi bir gecə var ki, Allah Taala öz rəhmətini xüsusi şəkildə öz bəndələrinə nazil eləyir. Yeri gəlmişkən Qədir gecələrinə də çox az bir müddət Bəli. qalıb. İnşallah Allah bu gecələrdə hər kəsin duasını qəbul eləsin. Amin inşallah. Və həmçinin Ramazan ayı Qur'anın nazil olduğu bir aydır. Bu da bir ilahi rəhmətin növbəti təcəllasıdır. Qur'an-ı Kərim Ramazan ayında nazil olub və tövsiyə olunur ki, bəndələr Qur'an-ı Kərimdən çox istifadə eləsinlər. Bir ayənin savabı digər aylarına nisbətdə bir Qur'an oxumağın savabına bərabərdir. Xülasə biz başdan ayağa Ramazan ayında Allahın rəhmətinin təcəllasını müşahidə edirik. Amma o ki deyilir, Allahın rəhməti görəsən bu ayda artır. Bunun izahında əlbəttə biz çalışırıq qısa və ümumi sözlərdən istifadə eləyək. Allah rəhməti artır desək səhv olar. Aha. Bir şey ki artır, azalır, bu nöqsanlı varlığın xüsusiyyətidir. Allah Taala bütün kamala sahibdir. Bəli. Yəni kamalın elə bir nöqtəsi yoxdur ki, Allah oranı əhatə eləməsin.
Ona görə bu söz gərək düz başa düşülsün. Hə. Allahın rəhməti artır, yox. Sadəcə olaraq bu ay elə bir xüsusi bir aydır ki, Allahın rəhməti burada digər aylara nisbətən, digər zamanlara nisbətən daha çox şamil olur bəndənin halına. Məsələn, bəzi zamanlar var ki, biz orada Allahın rəhmətinin çoxluğunu müşahidə edirik və yaxud da ayə və hədislərdən ələ gətiririk. Məsələn, deyirlər ki, valideyn dua eləyərkən öz övladına o dua daha çox, daha tez təsir eləyər. Aha. Həmçinin yağış yağdığı zamanda və həmçinin xəstə bir şəxsin dua eləməsi və həmçinin müsafirin dua eləməsi. Bu məqamlarda, bu zamanlarda ilahi rəhmət digər zamanlara nisbət fərqlidir. Və yaxud da xüsusi məkanlar var ki, orada Allahın rəhməti digər məkanlara nisbət fərqlidir. Məsələn, deyirlər ki, məsciddə dua eləyərsən daha tez qəbul olar. Və yaxud da hərəmlərdə ilahi rəhmət daha çox insanın halına şamil olar. Deməyim odur ki, bəzi zamanlar var və həmçinin bəzi məkanlar var ki, o zaman və məkanlarda ilahi rəhmətin təcəllası daha çoxdur. Aha. Bu məxluqlara nisbət fərq eləyir. Bəli. Yəni bunlar bu cür qərar verilib Allah tərəfindən. Bir dənə loru dildə misal desək, indi verilişimizin formatına uyğun misalı biraz da sadələşdirsək. Məsələn, bir dənə müdir təsəvvür eləyin. Bu müdir öz işçilərinə hər ay maaş təqdim edir. Bəli. Və bu maaşı bir paket şəklində işçilərinə təqdim edir. Amma bir dənə ay müdir tərəfindən təyin olunub ki, bu ayda işçilərinə digər aylara nisbət daha çox, daha artıq maaş versin. Həmçinin belə bir dənə paket versin ki, o paketin içərisində xüsusi əyləncələr olsun işçi üçün və məsələn xüsusi restoranlar üçün məsələn kuponlar olsun, çeşid-çeşid yeməklərdən istifadə edə bilsin. Xülasə bir dənə paket təyin edir ki, buna deyirlər VIP paket, xüsusi paket. Ramazan ayı Allah Taala'nın bəndəsinə təqdim elədiyi VIP paketdir. Həmin o xüsusi paketdir ki, o ayda Allahın bəndələri xüsusi olaraq Allahın nemətlərindən istifadə edir. Və o cümlədən bu məsələdə gərək deyilsin ki, Allahın rəhməti günəş kimi hər an saçır. Yağış kimi hər an yağır bəndənin üzərinə və yaxud da bütün məxluqatın üzərinə. Sadəcə olaraq bəzən müəyyən maneələr çıxır ortalığa ki, o bulud kimi günəşin saçmağın qarşısını alır. Və yaxud da bir çətirə bənzəyir o maneə ki, yağış yağır, amma insanın halına şamil olmur o yağış. Ramazan ayında o maneələr nisbətən azalır. Ramazan ayında şeytan zəncirlənib. Ramazan ayında şeytanın nüfuzu zəifləyib. Əlbəttə ona toxunacaq. Aha. Ramazan ayında həmçinin insan ki oruç tutulur. Oruç tutmağın bir faydası da budur ki, insanın nəfsani istəkləri azalır. Çünki nəfsani istəklər, şəhvani meyllər və s. birbaşa qida ilə rabitəli bir məsələdir. Ramazan ayında bu maneələr aradan qalxır deyə bunlar da səbəb olur ki, Allahın rəhməti xüsusi olaraq bəndənin halına şamil olsun. Ancaq nəfsani istəklərin azalması bir qədər biraz da adamın meyli çoxalır ki, iftarda nə yeyəcəm, nə yeyəcəm. Elə bir il ərzində görürsən insanın yadına düşmədiyi yeməklər yadına düşür. Bəzən o tərəfi də olur bəzən. İndi yəqin ki, o da hələ tam qırıla bilmirik də bu dünyada. Bundan əlaqədar inşallah. Deməli, mənim aydın oldu ki, Allahın rəhməti belə deyək, sabitdir, dəyişkən deyil. Çünki o şey dəyişir ki, o naqisdir. Yəni kamil deyil, dəyişir, inkişaf edir. Allah kamil varlıqdır. Allahda nə isə arta, nə isə azala bilməz. Bir növ belə deyə bilərik də, Ramazan ayında insanların o ilahi rəhməti cəzb eləmə qüdrəti çoxalır. İnsan daha çox cəzb eləyə bilər. Necə ki, dini məkanlarda bayaq qeyd elədiyiniz kimi, o məkanlarda elə bil insanda cəzb edicilik qüdrəti daha çox çoxalır. Allahın ruzi barəsində də bu sözü deyirlər. Deyirlər, Allah ruzilərin insanların təyin edib. Lakin bu demək deyil ki, sən evində əyləşsən, o ruzi gəlib sənin qapından içəri daxil olacaq. Bəzən elə də olur ha. Lakin bu istisnadır. Bəli, ruzi barədə. Yəni gərək nə isə eləyəsən ki, o ruzini cəzb eləyəsən. Bu Ramazanda da o nə isə eləməklər çoxalıb, doğru tuturuq, istər-istəməz dini verilişlərdə qulaq asırıq, moizələrdə oluruq, istər-istəməz Allahın rəhməti daha çox üzərimizdə hiss eləyirik. Çox gözəl nöqtələr idi. Yaxşı, bəs necə eləyək Ramazan ayından insana ancaq aclıq qalmasın? İmam Əlidən nəql eləyirlər də, deyirlər İmam Əli bir dəfə buyururdu ki,
orucluqdan bir çoxlarına elə ac qalmaq qalacaq. Neyniyək biz o cür olmayaq? Əvvəldə də bir məsələyə toxunduq. O şənliklər mövzusunda Hı, dedik ki, saatlarla ac qalırıq. Nəhayətdə elə bir iş görürük ki, bəli. hər bir şeyi əldən veririk. Deməli, əməllərimiz də mühümdür. Yəni, orucu bölürlər, həqiqi oruc və digərlərinə. Həqiqi orucun barəsində danışanda deyirlər ki, həqiqi oruc budur ki, insan fəqət ac qalmaqla, susuz qalmaqla və yaxud da o 9 dənə, 10 dənə çəkinilməsi zəruri olan şeylərlə orucluqda kifayətlənməsin. Bütün bədən üzvləri Hı, oruc qalsın. Gözü də oruc olsun, qulağı da oruc olsun, dili də oruc olsun. Bütün bədən üzvləri ilə əgər oruc qalarıqsa, o zaman həqiqi orucu dərk edərik və bizə fəqət aclıq və susuzluq qalmaz. hı, Bilirik ki, Ramazan ayı eee, Allahın bəndəsinə əta elədiyi bir fürsətdir, başlanğıcdır. hı. Bəzən sual olunur ki, görəsən Ramazan ayı günahkarlar üçün başlanğıc ola Bəli, bilərmi? bəli, bəli. Bunun barəsində biz desək, bəli, Ramazan ayı rəhmət ayıdır. Ramazan ayı tövbə ayıdır. Ramazan ayının adları da bu. Bəli, Ramazan ayı istiğfar ayıdır. Ramazan ayında gərək bəndə özünü Allaha bağışlada bilsin. bəli. İmam Səccad əleyhissalam buyurur ki, bu qapını bizim üzümüzə açdın ki, sənin əfvinə tərəf tələsək. Hı, Sənin rəhmət və əfv nemətindən bəhrələnək. Yəni Ramazan ayının xüsusiyyəti budur ki, gərək bəndə Allahın rəhmətinə tərəf tələssin. Allahın rəhmətinə sığınsın, əfvinə sığınsın, bağışlatsın özünü. Ramazan ayında mühüm mesajlardan biri də budur ki, bəndə özünü Allaha bağışlada bilsin. Əgər bağışlada bilməyəcəksə, buna deyərlər ki, bu bədbəxtdir. Yəni hı, hı. Ramazan ayından istifadə edə bilmir. Hər kəs üçün açıqdır bu qapı. Demək olar, bəli, Allahın elə bir süfrəsidir ki, hamı üçün açıqdır. Əlbəttə, biz bunlara işarə eləyəcəyik. Bir də xülasə bunu deyək ki, hər bir bəndə etdiyi günahdan asılı olmayaraq Allahdan ümidini üzməməlidir. Hı, Allaha tərəf qayıtmalıdır. Bir hadisə yadıma düşüb, istəyirəm onu qeyd eləyəm. Əbbas xəlifələrindən olan Harunun sarayında bir nəfər var idi, xidmətçilərindən idi. Ramazan ayının günlərinin birində bunun dostlarından biri, köhnə dostlarından biri gəlir bunun görüşünə, görür ki, bu Ramazan ayının ehtiramını qorumur. Yemək yeyir, içir və s. Deyir ki, sən niyə Ramazan ayının ehtiramını qorumursan? Deyir, mənki keçib daha bu şeylərdən. Deyir, niyə sən bu sözü deyirsən? Deyir, soruşma, istəmirəm deyir. Dostu çox israr edir. Çox israr edir ki, bunun səbəbini soruşsun. Çox isrardan sonra bu şəxs başlayır hadisəni danışmağa. Deyir, bir günləri Harun məni öz yanına çağırtdırdı. Məndən soruşdu ki, sənin mənə məhəbbətin nə qədərdir? Dedi, hazıram sənin yolunda canımı verəm, malımı verəm. Deyir, Harun mənə dedi ki, get. Deyir, yola düşmüşdüm, hələ evə çatmamışdım ki, xidmətçini göndərdi ardınca ki, qayıtsın, gəlsin. Qayıdıb gələndən sonra yenidən məndən soruşdu ki, sənin mənə məhəbbətin nə qədərdir? Deyir, dedim ki, hazıram sənin yolunda canımı verim, malımı verim. Hər nəyim varsa sənin yolunda keçməyə hazıram. Deyir, get. Gedəndən sonra üçüncü dəfə məni çağırtdırdı. Onda başa düşdüm ki, mən nəyisə düz demirəm. Yəni, qane edici söz deməmişəm. Harun mənə üçüncü dəfə bu sualı verəndə cavab verdim ki, mən hazıram sənin yolunda canımı verim, malımı verim, əzizlərimi verim, dinimi, əqidəmi də sənin yolunda verməyə hazıram. Deyir, bu sözləri eşidəndən sonra Harun deyir ki, indi qane oldum. Bir dənə göstəriş verir. Deyir, get bu xidmətçi ilə o sənə nə desə eləyərsən. Burada nöqtələrdən biri də budur ki, adam əgər zalım hakimin müqabilində dinini və əqidəsini də təhvil verərsə, o zaman o insan hər nə gəldi eləyəcək. hı. Harun deyir ki, qoşul bu xidmətçiyə, hər nə desə eləyərsən. Deyir, yaxşı, başla. Bu xidmətçi bu şəxsi aparır zindana. Zindana aparandan sonra deyir, bu zindanda gördüklərin ki var, bunların boynunu vur. Bir təqribən 60-70 nəfər var idi ki, mən onların boynunu vurdum.
Növbəti otağa çatmışdım ki, orada bir seyid əyləşmişdi. Bilmirdim seyiddir. Onun da boynunu vurmaq istəyirdim. Mənə dedi ki, heç bilirsən neynirsən? Soruşdum ki, mən məgər neynirəm? Mənə əmr verilib bu cinayətkarların boynunu vuram. Ona görə sizin və digərlərinin boynunu vuram. Deyir, bu öldürdüklərin ki var idi, onlar və mən, biz hamımız peyğəmbər övladıyıq. Sən 60-70 civarında Seyyid peyğəmbər övladını öldürmüsən. Deyir, bu sözləri eşidəndən sonra əllərim əsdi. Ondan sonra bu qənaətə gəldim ki, daha mənim kitabım bağlanıb. Daha mənim bağışlanmağa ümidim yoxdur. Şəxs deyir ki, mən bu sözləri İmam Rıza əleyhissalama çatdırdım. İmama bildirdim ki, hadisə belədir və bu şəxsin də qənaəti budur. İmam buyurdu ki, Allahın rəhmətindən ümidsiz olmağın günahı o qətillərdən daha çoxdur. Yəni biz bu hadisəni oxuyanda bunu başa düşürük ki, hər halımızda Allaha tərəf qayıtmalıyıq. Hər halımızda Allahın rəhmətindən ümidsiz olmamalıyıq. Ramazan ayı böyük bir Xüsusən də fürsətdir. Ramazan ayı. Bəli, böyük bir fürsətdir ki, bəndə özünü bağışlatsın. Əslində bu sözünüzdən bizim növbəti sualımızla cavablandırmış oldunuz. Mən Bəli. soruşmaq istəyirdim, bu ayda kimlər bağışlanmaz? Əslində bu rivayəti, hədisi siz deyəndə mən belə başa düşdüm ki, bu ayda Allahdan ümidini kəsəndən başqa hər kəs bağışlanır. Bəli, doğru buyurursunuz. Ona əlavə də eləyə bilərik. O ki, qeyd olunur bu ayda kimlər bağışlanmaz. Biz hədislərə baxanda bunun şahidi oluruq ki, bir neçə dəstə xüsusiləşdirilib. Hı -hı. Ki, məsələn, qeyd olunur, ağ valideyn olanlar bağışlanmaz. Aha. Valideyn mövzusu çox mühümdür. Bu qədər əhəmiyyətlidir. Yaxşı nöqtəyə toxunursunuz. Aha, məsələn, bir adam oruc tutar saatlarla, amma valideyni narazı sala, bilsin ki, onun orucu qəbuldur. Hı. Nə qədər ki, valideyni razı salmayıb, onun orucunu Allah qəbul eləmir. Və həmçinin bu ayın rəhmətindən məhrum olur. Aha. O cümlədən sizin qeyd elədiyiniz, bu aydan bəhrələnməyənlər, bu aydan fayda aparmayanlar ki, bu ayda bağışlanmazlar. Və həmçinin hədislərdə qeyd olunur ki, pis qonşu, qonşusuna əziyyət eləyənlər. Məsələn, oruç tutub amma qonşusuna əziyyət eləyir ki, bu ayda bağışlanmaqdan məhrum olar. O cümlədən iki nəfərin arasında ixtilaf salanlar ki, hədislərimizə əsasən qeyd olunub ki, bunlar bu ayda bağışlanmaqdan məhrum olanlar. Və həmçinin əksini də biz hədislərdə görürük ki, bəzi insanlar var ki, bu ayda digər aylara nisbət daha çox bağışlananlar, Allahın rəhmətini daha çox qəbul eləyərlər, daha çox dərk eləyərlər. Onlar kimlərdir? Valideynə yaxşılıq eləyənlər. Hər kəsin valideyni həyatdadır, keçsin xidmətində dursun. Bu səbəb olur onun ibadətləri Allah tərəfindən qəbul olsun. Hər kəsin valideyni ki, dünyasını dəyişib, geçsin qəbrini ziyarət eləsin, onun üçün dua oxusun, Quran oxusun, xüsusən bu ayda onu yad eləsin. Bunlar səbəb olur ki, ilahi feyzi, xüsusən bu mah-i mübarək Ramazanda daha çox dərk eləsin. Və həmçinin hədislərimizə əsasən qeyd olunub ki, o şəxs bu ayın rəhmətindən daha çox faydalanar ki, iki nəfərin arasında barışıq yaradar. Məsələn, bilirsən ki, iki dənə dostun bir-birindən küsülüdür. Əlbəttə, ehtimal verirsən ki, bunlar səni eşidərlər. Bir dənə iftar süfrəsi təşkil elə, onların hər ikisini dəvət elə, barışdır. Bu səbəb olar ki, sən də Allahın rəhmətindən daha çox faydalanırsan. Və həmçinin hədislərimizdə qeyd olunub, o insanlar ki, afənin nas, yəni insanları əfv eləyərlər, onlar daha çox Ramazan ayını dərk eləyərlər. İnsanları əfv eləmək elə bir şeydir ki, sanki Allahın Allahın üzərinə bir öhdəlik qoyur insanlara əfv eləyənlər. Hədislərin birində buyurulur ki, İzə kənə yevmul qiyamə, o zaman ki, qiyamət günü olar, nədə munadin, bir dənə carçı, bir dənə nida eləyər, car çəkər. Mən kənə əcruhu aləllah. O kəs kimdir ki, onun əcri Allahın öhdəsindədir? Sanki öz dilimizlə desək, yəni Allahın üzərinə haqq qoyan kəs kimdir? Fəliyyədxuləl cənnə, ta ki, behişdə daxil olsun. Fəyuqal mənhum, deyərlər, bunlar kimlərdir? Fəyuqal əl-afunə anin-nas bilə hesab. İnsanları hesabsız bağışlayanlar, insanları hesabsız əfv eləyənlər.
Bəzən olur əfv eləmək, bağışlamaq. Məsələn, günlərlə çək-çövrdən sonra bu baş verir. Bir də var ki, çək-çövr eləmir. Rahat şəkildə. Rahat şəkildə heç soruşmur, sən mənə niyə bunu dedin? Niyə orada məsələn filan Hə. sözü dedin və s. Elə deyər ki, mən əfv elədim. Bu səbəb olar ki, özünə də Allahın Sorğu-suala tutmadan, Bəli, eləmədən, bəli, incitmədən bəli. elə keçir Allah xatir. Allahın əfvi buna da Bəli. şamil olar. O ki, sorğu-sualsız əfv eləyir, bunu da sorğu-sualsız behiştə apararlar. Çox gözəl nöqtə idi. Bir dənə də yeni bir iftar süfrəsi təqdim elədiniz cəmaata. Biz adətən iftar süfrəsi elə qohum, əqrəbə, tanış, dostlar yığarıq, oturarıq, deyərik, gülərik. Aha, Bir dənə də küçülərin iftar bəli, süfrəsi. bəli, İnşallah Ramazanda bəli, gələ belə bir iftar süfrələrdə təyin eləyək. Əlbəttə elə eləmək lazımdır da əlavə bir dənə də dava düşməsin. bəli, bəli, bəli. Ona görə qeyd elədim ki, ehtimal verəsən ki, orada Bəli, əksi baş verməsin. Bu da elədir. mühüm. Yaxşıdır. Yəni Ramazan ayı bir növdə bundan belə çıxır ki, diqqət ayıdır. Bəli, Belə incə məqamlara gərək diqqət eləyəsən. Ananın qəlbini almaq, atanın qəlbini almaq. Əlbəttə indi övladlar adətən istər-istəməz məktəbdə oxuyurlar, edirlər, ya universitetdə oxuyur. Gün ərzində evin ərzağıdır, işləməkdir, o ruzini gətirmək, evdə biş-düş, ananın, atanın öhdəsindədir. Yəni belə bir zamanda da atanı, ananı narazı salsan, aydın məsələdir, Allah o orucu bizdən qəbul eləməz. bəli, Ona görə də elə fürsətdir. Bu ay həqiqətən fürsətdir ki, valideynlərimizin qəlbini alaq, onların qəlbini şad eləyək ki, Allah da bizə bəli, bəli. rəhməti, Allahın bu geniş ay, bu mübarək ayda geniş rəhməti bizə də şamil olsun. Artıq Qədir gecələrinə də bir şey qalmayıb. Bir-iki günə Qədir gecələri artıq daxil olur. Təqribən Sabah axşam. sabah axşam. Sabah axşam artıq Qədir gecəsidir. Böyük, əzəmətli gecədir. Həqiqətən misli yoxdur Bəli, bu gecənin. Maraqlısı budur, bunu qeyd eləmək istəyirəm. Qədir gecələri yaxınlaşanda həm də Həzrəti Əli yada düşür. Bu gecələrdə zərbətlənib, bu gecələrdə dünyasını dəyişib. Bunu qeyd eləmək istəyirəm. Hədis var İmam Əlinin qatili barəsində. Peyğəmbər buyurub ki, ya Əli, səni insanların ən bədbəxti şəhid eləyəcək. bəli. Sualım budur. İbn Mülcəmin bu bədbəxtçiliyi nədə idi? Bəli, Həzrət Əlini şəhid eləyib. İmam Hüseyn də şəhid olub. Digər imamlar da şəhid olub. Ancaq biz görürük İbn Mülcəm barəsində Peyğəmbər buyurur ki, insanların ən bədbəxti səni Bəli. şəhid eləyəcək. Nə idi İbn Mülcəmin bədbəxtçiliyi? Qeyd elədiyiniz kimi, hədislərdə qeyd olunur, Həzrət Əlinin qatili İbn Mülcəm bədbəxtlərin ən bədbəxtidir və hədislərin məzmunu əlbəttə biz deyirik. Peyğəmbər sallallahu qeybi xəbər olaraq Həzrət Əlinin barəsində bu xəbərlərdən də vermişdi ki, Həzrət Əlinin şəhadəti hansı formada olacaq? Hədislərin birində buyurulur ki, necə ki Salihin dəvəsini öldürən öz zamanının ən bədbəxti idi, İbn Mülcəm də öz dövrünün ən bədbəxti hesab olunur. Və həmçinin Həzrət Əliyə o qeybi xəbəri verirkən Peyğəmbər sallallahu belə buyurur ki, sanki görürəm sən Rəbbin üçün namaz qılan halda Səmud tayfasının dəvəsini öldürənin dostu əşqəl əvvəlin vəl axirin, yəni gəlmiş və gələcək insanların ən bədbəxti sənin başına elə bir zərbə vurur ki, saqqalın başının qanına boyanır. Ki biz bu hədislərdə bunu müşahidə edirik ki, İbn Mülcəm bənzədilib Həzrəti Salih Peyğəmbərin dəvəsini öldürən o ən bədbəxt insana. Ümumiyyətlə, bunu qeyd eləməliyik ki, hər bir insanın dəyəri onun əməli ilə birbaşa rabitəlidir. Məsələn, biz deyəndə ki, bir insan yaxşı insandır, nəyə əsasən təyin edirik? Əməllərinə əsasən. Məsələn, bugün dövrümüzün ən bədbəxt insanları var. Məsələn, deyirik ki, zalimlar var və onların üstündə duran daha böyük zalimlar var. Məsələn, deyirik ki, Trump kimilər, Netanyahu kimilər ki, dövrümüzün zalimlarıdır, dövrümüzün İbn Mülcəmləridir. Bunlar digərlərindən fərqlənir. Nəyə əsasən? Çünki bunların gördükləri əməllər, etdikləri zülmlər digər zalimların etdikləri zülmlərdən daha şiddətlidir. Ona görə bunlar ən zalim və ən bədbəxt hesab olunurlar. Xülasə dediyim budur ki,
ən bədbəxt o adamdır ki, onun elədiyi əməl ən pis əməldir. Həzrəti Salih peyğəmbərin dəvəsini öldürən, ona görə ən bədbəxt insan idi ki, öz zamanında o Allahın möcüzəsi olan bir dəvəni qətlə yetirmişdi, öldürmüşdü. Həzrəti Salihin dəvəsi insanların hidayət vasitəsi idi. Həzrəti Salihin dəvəsi Allahın nişanəsi idi. O şəxs Allahın nişanəsini öldürdü. O şəxs Allahın möcüzəsini məhv elədi və insanların üzünə hidayət qapısını bağlamış oldu sanki. Həzrəti Əlinin də bu xüsusiyyətləri var ki, bundan da artıqdır. Həzrəti Əli əleyhissalam Allahın yer üzərindəki höccətidir. Həzrəti Əli əleyhissalam Allahın nişanəsidir, ayətullahdır. Həzrəti Əli əleyhissalam Allahın yer üzərindəki bəndələrinin hidayət vasitəsidir, hidayət qapısıdır. Belə bir şəxsi öldürmək, demək, ən böyük cinayətə əl aparmaq deməkdir. Deməli, Həzrəti Əli əleyhissalam bütün yaxşılıqları özündə cəm eləyən natiqi Qur'andır. Həzrəti Əlini şəhid eləmək bütün yaxşılıqları məhv eləməkdir. Və bütün yaxşılıqları məhv eləmək də cinayətlərin ən böyüyüdür. Deməli, bu cinayəti törədən də ən bədbəxt insandır. Yəni, bu əməllərə əsasən biz pilləvari şəkildə məsələni analiz edəndə görürük ki, doğrudan da bu insan İbn Mülcəm, baxmayaraq ki, Quran oxuyurdu, baxmayaraq ki, Əmiras onu hətta rəsmi olaraq Quran təlimindən ötürü işə götürmüşdü. Bütün bunlara rəğmən dövrün ən bədbəxt insanı. Elədir. Mənim özüm də bu suala əslində sizin fikrinizi öyrənmək istəyirdim. Buna müxtəlif yanaşmaların olmasını eşitmək yaxşıdır. Mənim özüm də bir gəldiyim nəticə var. Bunu da deyim, izləyicilərimizin nəzərinə çatsın inşallah. Bəli. Götür qoy eləyərlər. Siz onu qeyd edeyim ki, siz təvazökarlıqdan məni dinləyirsiniz. İzləyicilərimiz də bilir ki, siz bunların hamısını çox yaxşı bilirsiniz. Yox, əstəğfurullah. Mənim də bu çıxışlarım bu cəhətdən ki, qonaq ünvanında mən oturmuşam. Yoxsa siz bunların hamısını... Yox, əstəğfurullah. Əslində biz həqiqətən öyrənirik. Mən də təvazö eləmirəm, Allah şahid. Burada biz də ciddi deyirik, öyrənirik bu şeyləri. Əstəğfurullah. İbn Mülcəmin biz gördüyü işə baxanda, baxırıq insanların hidayəti üçün Quran göndərilir. Bəli. Ramazan ayı Allah təyin eləyib orucluğu yenə insanların hidayəti üçündür. Qədir gecəsi bu da insanların hidayəti üçündür. Namaz da insanların hidayəti üçündür. Və ən əsası Allah bundan kifayətlənmir, bir dənə də imam təyin edir ki, insanları hidayət eləsin. Təsəvvür edin, İbn Mülcəm Ramazan ayında, Qədir gecəsində, namaz vaxtı, Quranın nazil olan gecədə onun hidayəti üçün təyin olunan bir imam şəhid edir. Elə bil bütün hidayət vasitələrindən özünün zəlaləti üçün istifadə edir. Belə adam həqiqətən də aləmin ən bədbəxt insanıdır. Aləmin bütün hidayət vasitələrin bədbəxtçiliyi üçün istifadə edir. Halbuki bu günlər o bədbəxtlərin nicat tapan gecələridir. Bu gecələr, o bədbəxt insanlar, günahkar insanlar gəlir bu gecədə Allahdan görsən böyük hacət alırlar, böyük arzuların, diləkləri yerinə yetirir, günahlardan təmizlənirlər həqiqətən bu gecələrdə və yeni bir insan olurlar. Bu insan bu gecələrdən istifadə edib imamını qətlə yetirmək üçün. Həqiqətən də bundan bədbəxt kim ola bilər ki? Başqa bir məsələ də bu ayda qeyd olunur ki, şeytanın ayağı zəncirlənir. Allah şeytanı zəncirləyir. Mənə maraq doğuran, bəli, müəyyən insan özü də həyatında hiss eləyir bunu. Hiss eləyir ki, şeytanın ona Ramazan daxil olmasında vəsvəsələri azdır. İnsanlar kütləvi şəkildə namaza meyl eləyirlər. Hətta içki içən insanlar belə oruç tutmasa belə içkini tərgizir eləyir. Bu görsənir ki, şeytanın elə bil əli, qolu, ayağı bir qədər də yığılır. Lakin bunun müqabilində tam əksini də görürük, xüsusən bu günlərdə. Və təəssüflər olsun, İslam adı ilə bu işlər görülür Suriyada. Ələviləri, şiyələri, uşaq, böyük, qoca, yaşlı demədən qətl eləyirlər. Özdə kimlər? Özləri müsəlman adlanan şəxslər. Nə boyda faciələr baş verir. Mən bir videoda baxırdım, 3 dənə uşaqdır. Yəni, ən böyüyünün orada yaşı 5-6 olardı. Bıçağı tutub əlində müsəlman olaraq bu işi görür. Deyir ki, hansınızın birinci başını kəsin, özünüz seçin. Həqiqətən, yəni,
şeytan ayağı zəncirlənibsə, bəs bu şeytanlar kimdir? Bunlar necə azaddır, bu işləri görürlər və üstəlik də adamın qəlbini yandıran əsas məqamlardan biri odur ki, bu işləri görəndən sonra oturub heç nə olmamış kimi oruc da açırlar, iftar süfrəsi qururlar. Maraqlı bir sualdır. Bəli, biz İslami qaynaqlara baxdıqda bunu müşahidə edirik ki, şeytan bu ayda zəncirlənər. Bu barədə hədisimiz də var ki, elə ki, Ramazan ayının hilalı görsəndi, şeytanlar zəncirlənər, behiştin qapıları insanların üzünə açılar, cəhənnəmin qapıları insanların üzünə bağlanar. Bu məsələnin bir tərəfidir. Məsələnin digər bir tərəfi bundan ibarətdir ki, ayələrin birində qeyd olunur, Ramazan ayına görə biz bu ayə hədislərə Bəli. daha çox diqqət eləyək. Hər bir peyğəmbər üçün Allah tərəfindən düşmənlər qərar verilib. Ayə belədir ki, Kəzəlikə cəalnə likulli nəbiyyin aduvvən. Beləliklə biz hər bir peyğəmbər üçün düşmən qərar verdik. Şeyatinəl insi vəl cin. O düşmənlər kimlərdən ibarətdir? Cinlərdən və insanlardan ibarət olan şeytanlardan. Bunlar nə iş görürlər? Yuhi ba'duhum ilə ba'd zuhrufal qavl. Onların bəzilərinə batıl sözləri vəhy eləyirlər. Yəni gizli şəkildə ötürürlər. Ayə bizə bunu çatdırmaq istəyir ki, şeytan fəqət cin tayfasından deyil. İnsanlardan ibarət şeytanlar da var. Bu amilə gərək bunun yanında mülahizə olunsun. Yəni şeytan zəncirlənib, amma şeytanlaşmış insanlar cəmiyyətdədir. Bəli. Bunlar öz işlərini görəcəklər. Bunlar həmin qeyd elədiyimiz o Suriyada və yaxud da digər məntəqələrdə əliyalın insanlara hücum edən şeytanlaşmış insanlardır. Bunlar öz funksiyalarını davam etdirəcəklər. Və həmçinin insanı günaha vadar edən əsas amillərdən biri də insanın nəfsidir. Şeytan zəncirlənib, amma nəfs ki yerindədir. Düzdür, nəfs müəyyən qədər məhdudlaşır Ramazan ayının orucunun vasitəsilə. Amma hədislər onu da bizə bildirir ki, elə işlər görməyin ki, zəncirlənmiş şeytan azad olsun. Behiştin qapıları üzünüzə bağlansın, cəhənnəmin qapıları üzünüzə açılsın. Demək budur ki, əməllər bu məsələdə mühümdür. Və bəzən biz elə əməlləri icra edə bilərik ki, işlər tərsinə gedər. Yəni biz özümüz səbəb olarıq ki, o zəncirlənmiş şeytan zəncirdən açılsın və yaxud da cəhənnəmin qapılarını üzümüzə açmış olaq. O dediyimiz şəxslər əsl həqiqətdə bayaq ki qeyd elədik İbn Mülcəm ki, xəvaricdən idi. Həmən təfəkkürün davamçılarıdır. Yəni bugünün Vahabiyyəti o əməlləri icra edir ki, tarixin xəvaricini bizim yadımıza salır. Aydın. Bilirik ki, xəvaric əsas etibarı ilə Həzrəti Əlinin zamanında ifşa oldu, aşkara çıxdı. Siffin döyüşündə məlum hadisə baş verdi. Muaviyə, Əmraz hiylə işlətdilər, xəvarici aldatdılar. Xəvaric bir neçə iş gördü. O işlərdən biri buydu ki, birinci Həzrəti Əlini məcbur elədilər həkəmiyyətə. Daha sonra Həzrət Əlini məcbur elədilər öz əhdini pozmağa. Ondan sonra da Həzrət Əli ilə başladılar qiyam eləməyə. Həzrət Əli ilə döyüşməyə. Xəvaric əvvəldə özlərini bu xəvaric təfəkküründə olanlar şurat adlandırırdı. Şurat. Şurat yəni özünü satanlar. Bunlar Bəqərə surəsinin 207-ci ayəsinə əsasən özlərinə bu adı götürmüşdülər. Ayədə ki buyurulur: "Və minən-nasi men yəşri nəfsəhu ibtiğa'a mərzatillah." İnsanlardan bəzisi var ki, Allahın rızayəti yolunda, Allahın razılığını ələ gətirməkdən ötürü özünü satar. Bunlar belə düşünürdülər ki, biz Allah yolunda özümüzü satanlarıq. Amma bunlara müxalif olanlar bunları xəvaric adlandırırdı. Bəli. Dindən çıxmışlar. Müxtəlif ləqəbləri var. Hətta Bəli. mən birində oxudum, Əhl-i Sünnədə idi bu. Neçə dənə ləqəbləri var idi. Əsas budur, peyğəmbər bunları necə adlandırır. Nəinki bunlar özlərinə çox məqamlar seçə bilərlər, özləri üçün tərif eləyə bilərlər ki, biz beləyik. Peyğəmbər hədislərin birində bunları cəhənnəmi itləri adlandırır. Bəli.
müxtəlif ləqəblərlə adlandırılır. Yaxşı nöqtəyə toxundunuz. Düzdür ki, bunlar Həzrət Əlinin zamanında məşhurlaşmışdılar, amma bunların kökü Peyğəmbər zamanına Bəli, gedibdir. bəli. Peyğəmbər sallallahu bir gün qənimətləri bölürdü. Bunlardan biri xavaric başçılarından biri Hərqus İbni Zuheyr adında. Gəlir Peyğəmbər sallallahu deyir ki, "İ'dil, i'dil." Yəni ədalətli ol. Bəli. Peyğəmbər sallallahu ədalətin özüdür. Ədalətin təcəllasıdır bir Elə. insan formasında. Ona cürət eləyirdi. Deyirdi ki, qənimətləri bölərkən ədalətli ol. Bu təfəkkür tərzinə malik idilər. Xəvaricin müxtəlif xüsusiyyətləri var. Onlar analiz edildikdə o zaman məlum olur ki, həqiqətən bu günün vəhhabiləri bunların davamçılarıdır. Gərək bunlara biz işarə edək. Məsələn, Xəvaric deyir ki, "İnil hukmu illə lillah." Hökm yalnız Allaha məxsusdur. Bəli. Əli əleyhissalam buyurur, batil məqsəd üçün işlədilən, deyilən haqq sözdür bu. Yəni bu söz doğrudan da yaxşı sözdür. Hökm yalnız Allaha məxsusdur. Amma Xəvaric bunu öz batil məqsədlərindən ötürü bəli. işlədirdi. Niyə bunu işlədirdi? Ona görə ki, desinlər Quran bizə kifayətdir və Allahın höccətini qoysunlar kənara. Elədir. Həzrət Əlinin vilayətini qoysunlar Elə kənara. iş ora yerə gəldi, çıxdı Bəli. ki, İmam Əlini şəhid elədilər. Bəli. Xəvaricin məsələn xüsusiyyətləri var. Bunlar adətən zahirpərəst olarlar. Bəli. Yəni Quran ayələrini oxuyarlar, elə zahiri ilə kifayətlənərlər. Hadisələrə baxarlar, səthi analiz edərlər. Pərdənin arxasını görməzlər. Bəsirətsiz olanlar. Heç vaxt hədəfə doğru vurmazlar. Ya ifrat eləyərlər, ya təfrit eləyərlər. Və həmçinin əmr bi mərufda şərt, şurut gözləməzlər. Qılıncı əl atarlar, sözlərini qəbul eləməyənləri başlarını kəsib qoyarlar yerə. Baxırıq bu şeylərin hamısını bu günün həmin o radikal vəhabilərində müşahidə edirik. Ayələrə zahiri yanaşarlar, ayəni öz istədiyi kimi təfsir eləyər. O cümlədən müşriklər barəsində olan ayələri müsəlmanlara tətbiq eləyərlər. Bəli, bəli. Eynilə Xəvaric düşüncəsində olduğu kimi təvəssülü inkar edərlər, şəfaəti inkar edərlər, özləri ilə həm əqidə olmayanları küfrdə ittiham eləyərlər, günah eləyən şəxslərə küfür damğasını vurarlar. Bu və ya digər xüsusiyyətlər ki var, bu günün vəhabilərində də görsənir. Məsələn, üzr istəyirəm, bir dənə nöqtəni deyim. Zahirən Xəvaric hansı formada idi? Nəql olunur onların barəsində. İbn Abbas gedib onları görüb qayıtmışdı. Deyirdi ki, bunların alınları səccədən qabar bağlayır. Rəngləri solub oruç tutmaqdan. Dilləri gecə-gündüz zikirdir. Bunlar Quran hafizləridirlər. Gecə-gündüz Quran oxuyarlar. Baxın bu günün vəhabilərinə. Məsələn, azan vaxtı hamıdan qabaq gedərlər namaza. Dükanlarını bağlayarlar. Güya hamıdan çox məsələn Quran oxuyarlar. Sanki hamıdan çox Quranla ünsiyyətdədirlər. Amma Əliyalın arvad uşağı öldürməyə gələndə bu təqvadan əsər əlamət qalmaz. Bu bir dənə nöqtədir ya. Əgər sənin təqvan varsa, niyə o Əliyalın uşaqları öldürərkən o təqva özünü göstərmir? Məgər Həzrəti Peyğəmbər salavatullah hansısa bir döyüşdə Əliyalın insanları qətlə yetirmişdi? Məgər hansısa döyüşdə Peyğəmbər salavatullah arvad uşağı qətlə yetirir? Hətta Peyğəmbər salavatullah əsirlərlə davranmağın qaydasına baxanda görürük ki, deyir, onlarla ədalətli rəftar edir. Əli əleyhissalama buyurduğu tövsiyələrin birində Həzrət Peyğəmbər sallallahu buyurur ki, düşməninlə ədalətli rəftar elə. Əgər siz özünüzü əhl-i-sünnə adlandırırsınız, o zaman mütləqdir ki, özünüzü Peyğəmbərə bənzədəsiniz. Peyğəmbər heç bir yerdə arvad uşaq öldürməyib. Heç bir yerdə insanların evinə soxulub günahsız insanları qətlə yetirməyib. Ya siz öz əməllərinizi dəyişməlisiniz, ya adınızı dəyişməlisiniz. Bizim əhl-i-sünnə dünyasında, xüsusən bu vəhabiyyətə dediyimiz söz budur. Heç bir yerdə Peyğəmbərdən bu işlər baş verməyib. Əfsuslar olsun ki, bu günün müsəlmanı bunun şahididir. Deyirik, hədisdə buyurulur ki, onlar ya ifrat edərlər, ya təfrit edərlər, heç vaxt hədəfə vurmazlar. Və həmçinin Xəvariclə vəhabiyyəti birləşdirən müştərək nöqtələrdən biri bilirsiniz harasıdır? Dövrün hiləgərləri bunları rahat şəkildə aldadar, dostu düşmən bilərlər, düşməni dost bilərlər. Baxın, Muaviyyə və Əmras dövrün hiləgərləri idi. Xəvarici elə bir formada aldatdı ki, Həzrət Əli ilə düşmən oldular.
Bu günün dövrünün, bu günümüzün hiyləgərləri Amerika, Siyonist rejim, Bəli, İsrail, bəli. Böyük Britaniya məktəbi ki, dövrün ən hiyləgərləri Elədir. bunlardır. Bu xəvaric təfəkküründə olan Vahabiləri elə alladıb ki, eyni xəvaric təfəkküründə olanlar kimi bunlar da Həzrət Əlinin şiələri ilə düşməndirlər. Elədir. Məsələn, biz bu gün bu şeyləri yaşayırıq da, tarix deyir ki, bu gün yaşayırıq. Suriya bunlar tərəfindən işğal olunur. Düz. Elədir. Belə bir məqamda İsrail rejimi Suriyanı işğal olunan gündən bombardman edir. Torpaqlarını işğal edir. Amma bunun müqabilində həmin bu Vahabi təfəkküründə olan radikal müsəlmanlar Siyonist rejimə tərəf heç bir güllə atmır, əvəzində Həzrət Əlinin şiələrinə tərəf Bəli. hücum edirlər. Ələviləri qırırlar. Bəli. Eynilə xəvaric təfəkkürüdür. Elə. Necə ki, xəvaric heç vaxt İslam düşmənləri ilə döyüşməyib, Vahabilər də heç vaxt İslam düşmənləri ilə döyüşmür. Necə ki, xəvaric dostu düşməni bir-birindən ayırd eləyə bilməyib, o cümlədən də Vahabiyyət. Amma əfsuslar olsun ki, Ruslan müəllim bir nöqtəni də deyək, bu təfəkkür qiyamətə qədər davam edəcək. Bəli. Bir Hədislərdə vaxtımız də var. bilməm nə qədər qalıb, bir hadisəni istəyirəm qeyd eləyəm yeri gəlmişkən. Həzrət Əli əleyhissalam Siffin döyüşündən qayıdırdı. Hərura çölündə bu xəvaric toplaşmışdı. Həzrət Əli də bir məsciddə bir kənarda əyləşmişdi. Ətrafına da öz tərəfdarları, şiələri yığışmışdılar. Bu xəvaricdən olan bir nəfər gəlib bunlara dil yarası vurmağa çalışırdı. Bunlara yaxınlaşdı. Necə ki, indi eləyirlər. Bəli, necə ki, indi eləyirlər. Yaxınlaşır Həzrət Əliyə və onun ətrafında olanlara, deyir ki, "Lə hukmə illə lillah və ləv kərihəl müşrikun." Hökm yalnız və yalnız Allaha məxsusdur, müşriklərin xoşuna gəlməsə də bilər. Bəli. Müşriklərin acığına gəlsə də bilər. Həzrət Əlinin ətrafında olanları şirkdə ittiham edir. Bəli, bəli. Eyni Həmin təfəkkür, şeydir. həmən bu Vahabiyyətdə biz bunu müşahidə edirik. Həzrət Əlinin tərəfdarlarına müşrik deyirlər. Bəli. Bunu xəvaric də deyirdi Siffeyndən qayıdan. Əli əleyhissalamın ətrafında olanlar üzünü çevirdilər, baxdılar ki, bu kimdir belə? Bunlar ki, üzünü çevirdilər, bu şəxs başqa bir cümlədir. Dedi, "La hukmə illə lillah vələv kərihəl mutələffitun." Hökm yalnız Allaha məxsusdur. O dönüb baxanların acığına gəlsə də bilər. Bəli. Yenə onlara o sözü deyir. Bu zamanda imam başını qaldırır, bu şəxsə baxır. Bu şəxs Həzrətə cəsarət edir. Deyir ki, "La hukmə illə lillah vələv kərihə Əbu Həsən." Hökm yalnız Allaha məxsusdur. Əbul Həsənin acığına gəlsə də bilər. Ki, İmam Əli sanki Allahın hökmündən Bəli. xoşlanmır, bunların xoşu gəlir. İmam onların cavabında buyurur ki, Əbul Həsən Allahın hökmündən narazıdır. Mən Allahın sizin barənizdə hökmünü xüsusi olaraq gözləyirəm. Ya möminlər tərəfindən, ya Allah tərəfindən birbaşa sizə gələcək bəlanı gözləyirəm. Aynen. Orada olanlardan bəziləri dedilər ki, ya əmirəl-müminin, niyə bunların kökünü kəsmirsən? Tamamilə bunları məhv eləmirsən. İmam orada bir dənə tarixi cümlə deyir. İmam buyurur ki, onların kökü kəsilməyəcək. Onlar atalarının belində, analarının bətnində ta qiyamətə qədər davam edəcək. Elə. Yəni düşüncədir. Bəli, bu təfəkkür qiyamətə qədər qalacaq. Bəli. Ola bilər xəvaric getsin. Ola bilər bunların şəkli dəyişsin, forması dəyişsin. Ancaq düşüncə, təfəkkür ta qiyamətə qədər davam edəcək. Bu gün də biz həmin bu Vahabilərin bu düşüncədə olduğunu görürük. Əfsuslar olsun ki, bunlar da həmən bu əziyyətləri müsəlmanlara elədir. Mən də inşallah söhbətimizi yavaş-yavaş yekunlaşdıraq. Bu barədə bir şey qeyd edeyim. Bəli. Ümumiyyətlə xəvariclə bağlı hədislərdə ki, mən oxumuşam, 2 nöqtəyə daha çox peyğəmbərdən gələn hədislərdə 2 nöqtəyə daha çox işarə olunub. Bir, bu qrupun əksəriyyətinin cavanlardan ibarət olacağı və ağılsız cavanlardan. Hədislərdə əksər hədislər elə bu cür başlayır. Ağılsız cavanlardan təşkil olunacaqlar. Və ikinci məsələdə bunu qeyd edib Peyğəmbər həmişə. Ümumiyyətlə, ağılsız cəmiyyəti də həmişə hiyləgər bilən siyasətçi idarə edir. Ağılsız cəmiyyət heç vaxt dindarın, möminin,
Allah sevənin əlində olmur. Həmişə ağılsız cəmiyyətin başına bir hiyləgər siyasətçi gələr, o hara yönəldər, orada gedərlər. Elə bayaq da qeyd elədiniz, elə Suriyada da biz bunun açıq-aşkar şahidi oluruq. Digər tərəfdən bir dənə də peyğəmbər müsəlman ümmətinə mesaj verir o hədislərdə. Nə deyir? Deyir bunlar Quran oxuyarlar, lakin boğazlarından aşağı keçməz. Yəni siz bunların zahirinə aldanmayın. Bunların heç bir əməli qəbul deyil. O boyda səcdələri də olsa, orucları da olsa, namazları da olsa, onların insanlığı yoxdur. Onlar bunları sadəcə bir zahirdir. Müsəlmanları xəbərdar edir. Övladlarınızı bunlardan qoruyun. Bu təhlükələrdən qoruyun ki, gələcək hər bir coğrafiya Suriyaya çevrilməsin. Bu bəlalarla üzbəüz qalmayaq. Bir daha minnətdarlığımı bildirirəm. Dəvətimizi qəbul elədiniz. Mən sizə təşəkkür Həqiqətən edirəm çox dəvət üçün. xoş söhbətlər, məlumatlar eşitdik bu verilişdə. Allah köməyiniz olsun. Siz sağ olasınız. Əziz izləyicilər, bizi izlədiyiniz üçün minnətdarıq. Mən Ruslan Seyidovun təqdimatında Səlis Söz layihəsinin növbəti buraxılışını izlədiniz. Hər birinizi Allaha əmanət edirəm. Vəssalamun aleykum və rəhmətullahi və bərəkətuh.